Cərcini ölçən sözünün təhlillə bağlı uyğun fikirləri müəyyən edin. Sözün tələffüzü bu formada olacaq. Gərgini ölçən. Ç-dan sonra sait gəldiyi üçün y-yə keçir. Sözdə bir kar samit səs var. Baxırıq, həqiqətən də təkcə ç samiti, kar samitdir. Biri seçirik. Sözün yazışı tələffüzü arasında bir fərq var. Xeyr, burada gərgin ni ölçən iki fərq var. Həm l-ya keçib, həm ç-ya keçib. Yalnız açıq saitlər işlənib. Xeyr, burada iki qapalı sait görürük. Sözdə sonor samitlərin sayı 4-dür. Sözdəki sonor samitlər 5 olduğu üçün bu yanlış fikirdir seçirik. Cavabımız elə 1-4 olur. Ahəng qanuna tabedir. Bəli, bütün saytlar incə sayt olduğu üçün ahəng qanuna tabedir. Bu isə doğru fikirdir. Bizə yanlış lazım idi. 5-i də çıxırıq.